Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Müdirə salam verdiyi üçün işdən qovub cərimələdilər. Qəribə olay hazır yeməklər istehsal edən bir fabrikdə çalışan 57 yaşlı Carl Davis meneceri ilə salamlaşma tərzinə görə işdən çıxarılıb. Bundan sonra işə götürən şirkət Oscar Mayer ona qarşı məhkəmə iddiası qaldırıb və nəticədə Davis prosesi uduzub. Davis meneceri Scott Milward'u "Sabahınız xeyir, cənab" sözləri ilə İrland aksenti ilə salamlayıb. Aksent Milward'un İrland mənşəyinə və qırmızı saçlarına eyham vurduğu kimi qəbul edilib. Milward bunu milliyyət yaxud irq əsaslı təhqir kimi qiymətləndirərək rəhbərliyə şikayət edib və araşdırma tələb edib. Araşdırmadan sonra Oscar Mayer şirkəti Davisi işdən çıxararaq onun barəsində məhkəməyə müraciət edib. Məhkəmə zamanı Carl Davis həmin ifadəni dəfələrlə təkrar edib və salamlaşma zamanı İrland musiqisinə qulaq asdığını etiraf edib.